insanı mühakimə etmək çox asandır. Amma mühakimə etdiyin insanın nə yaşadığını bilirsənmi? Mən düşünürəm ki, qadınlar həmişə bir-birinə dəstək verməlidirlər. Mənim etdiyim fotosesiyadakı geyimi nə televiziyada, nə də toylarda geyinmişəm. Həmin fotosesiya bir layihə üçün idi və mən bunu ilk dəfə yox, dəfələrlə etmişəm. Qadının qadına qarşı bu qədər aqressiv olması düzgün deyil. Bilmirik bir dəqiqədən sonra başımıza nə gələ bilər. Həyatdır, hər kəsin başına hər şey gələ bilər. Baku Postas xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmailova Günə Uğurla verilişində bir neçə gündür aparıcı Səidə Bəkirqızı ilə aralarında yaranmış qalmaqaldan danışarkən deyib. Aparıcı haqda səsləndirdiyi fikirlərdən bəhs edən müğənni bildirib. Ola bilsin ki, hansısa cümlədə səhv etmişəm. Nəsə demişəm. Amma mən ölüyə toxunmamışam. Toxunmuşamsa da məni də başa düşün. Birincisi, mən danışmamalı idim. Amma artıq əsəblərim tarama çəkilib. Özümü cilovlaya bilmirəm. Sinirlərim çox pozulub. Rəqsanə İsmailova vurğulayıb ki, tənqidə açıqdır, amma şəxsi həyatına toxunulmasını qəbul etmir. Başa düşürəm, sən jurnalistsən, məni tənqid edə bilərsən. Amma mənim həyat yoldaşıma və övladlarıma toxunmamalısan. Düşünürəm ki, bunlar olmamalı idi. Açığı deyim ki, o xanımı elə də yaxından tanımırdım. Onu TikTok və Instagramdan tanıyırdım. Müğənni onunla bağlı müzakirələrə etiraz etdi. Məndən nə istəyirsiniz, nə alıb verə bilmirsiniz mənimlə. Sevə-sevə təqdim etdiklərinizin efirdə, konsertlərdə geyindiyinə baxın. Fotosesiyamdan danışarkən mənim ailəmə toxundu. Bu da istər-istəməz mənə təsir etdi. Müğənniyəm, qarşınızdayam. İndiyə qədər haqqımda nə istəmisiniz demisiniz. Tənqid də qəbul etmişəm, deyilənlərə hörmətlə yanaşmışam. Amma o artıq həyat yoldaşıma qarşı təhqir həddini aşdı. Ona görə də əsəblərimi cilovlaya bilmədim. Hazırda problemlərim olduğunu bildiyiniz halda mənə toxunmaq, məni incitmək nə qədər asandır. Bugün bunu bilərək niyə üzərimə gəlirsiniz? Məndən nə istəyirsiniz? Qoyun rahat balalarımı saxlayım. Biz qadınıq, bir-birimizi başa düşməliyik. Yenə də o xanımla heç bir ədavətim yoxdur, deyə Rəqsanə özünü haqq qazandırmağa çalışdı.